Elə insanlar var ki, namaz qılmır, amma imamın eşqi, Allaha olan o bağlılığı onu bugün götürüb bu məclisə gətirib. Bəlkə də elə biriləri var ki, mən əminəm, bunları bilirsinizmi niyə qeyd edib danışıram? Bəzən olur ki, gün ərzi elə məsciddə olanda o yaxınlaşanlardan özümə bir not alıb onu söhbətimdə vurğulayıram. Bir cavan yaxınlaşıb deyir, mən neçə dəfə tövbə eləmişəm, amma tövbəmi pozmuşam. Amma bugün namaza başlamışam, bugün gəlmişəm ki, istəyəm ki, bir də namaz kənarlaşmasın, bir də bu yoldan uzaqlaşmayam. Dəfələrlə tövbə edib, amma yenə geri dönüş eləyənlər var aramızda. Amma bugün əslində içində bir çağırış var. İlk günüdür Mühərrəm ayının. Bugün əslində ona sanki ilahidən bir nida var. Allah səni çağırır. Allah səni gözləyir. Allah əslində möhlət verib, şans verib ki, sən bura gəlişinlə düzələsən və bir də başqa yollara getməyəsən. İnanın, mən bunu hər dəfə söyləyirəm və bugün də söyləyirəm. Mən bilmirəm, nəinki gələn il, bilmirəm, sabah bu minbərdə siz möhtərəm cəmaatımızla üz-üzə qarşı-qarşıya burada əyləşəcəm yoxsa yox. Amma Allaha həmd sənalar olsun ki, günahkar olsaq da Allah ömürdən vəfa qılıb imamın məclisinə gəlmişik. Və unutmayaq ki, Peyğəmbər salavatullah buyurur, Ət-taibu minəz-zəmbə kəmən la zəmbələh. Günahdan tövbə edən kəs günahsız kəs kimidir. Bugün bu gecə Allahla öz aranda tövbə təzələ. Bəzən görürsən ki, sənin içindəki o nəfslə, o şeytanla Allahın sədası arasında mübarizə gedir. Bəzən görürsən elələri deyir ki, şeytan əslində dedizdirir. Yəqin bu sözləri siz də eşitmişsiniz. Deyir, mən dindən o qədər uzaq düşmüşəm, çətin bir də dinə qaydam. Əslində bu şeytanın diktəsidir. Amma şeytan bu cür demiş olsa da, unutma ki, Allah deyir, mən qəlbləri dəyişdirənəm. O bu sözü sənə dedizdirə bilər. Amma qəlbləri dəyişdirən Allahdır.